Qarabağ klubu heyətini gücləndirmək üçün Avropa bazarında fəal axtarışlarını davam etdirir. Ağdam təmsilçisi Belçikanın 2-ci liqasında çıxış edən Liej klubunun hücumçusu Umar Diouf'u transfer etmək istəyir. Gol.az xəbər verir ki, bu barədə Belçikanın nüfuzlu Wolfoot nəşri məlumat yayıb. Xəbərə görə, Qarabağ 22 yaşlı Senegallı forvard üçün Liej klubuna 1,2 milyon avro təzminat təklif edib. Lakin Belçika təmsilçisi bu məbləği kifayət hesab etməyərək təklifi qəbul etməyib. Məlumatda bildirilir ki, Liej rəhbərliyi Umar Diouf üçün minimum 1,5 milyon avro tələb edir. Tərəflər arasında danışıqların davam edib etməyəcəyi hələlik məlum deyil. Diouf'un çıxışı Avropanın bir sıra klublarının diqqətini cəlb edib. Belçikadan Gent, Sint-Truiden, OHL və Cercle Brugge, eləcə də xaricdən Qarabağ, Kiprin Pafos klubu və adı açıqlanmayan İngiltərə Championship təmsilçisi futbolçu ilə maraqlanır. Qeyd edək ki, Umar Diouf bu mövsüm Belçikanın 2-ci liqasında keçirdiyi 18 oyunda 8 gol vurub və 2 məhsuldar ötürmə edib. O, 2024-cü ilin yayında Türkiyənin Çaykurspor klubundan Liejə transfer olunub. Futbolçunun mövcud klubu ilə müqaviləsi 2026-2027 mövsümünün sonuna qədər qüvvədədir. Sizcə, Qarabağ Umar Diouf üçün 1,5 milyon avro ödəməlidirmi? Futbol transferləri və Qarabağla bağlı ən son xəbərlər üçün kanala abunə olmağı unutmayın.